Salam əziz dəyərli izləyicilər. Bugün sizə xərçəng bürcünü təqdim edirəm əzizlərim. Bax əziz xərçəng, bu aralar çox qaçaqovdasan, çox hərəkətdəsən. Xərçəng bürcü altında doğulan insanlar üçün daxili bir oyanışdır, elə bir emosional bir dərinlikdir. Bəzi gizli həqiqətlər üzə çıxması ilə yadda qalır. Həssas təbiətiniz var. Bu günlərdə daha çox güclənə bilər bu həssaslığınız. Sanki ruhunuz ətrafınızda enerjiləri daha da aydın hiss edir. Bəzən səbəbini izah edə bilmədiyiniz hisslər də yaşaya bilərsiniz. Bu isə təsadüf deyil. Bəzi hallarda insanın intuisiyası qapıları açılır və o adi günlərdə fərq etmədiyi detalları görməyə başlayır əziz dostum. Bax, sanki həyatın sizə bir neçə mesajı göndərdiyi zamanı kimi görünə bilər. Bəzi xərçənglər isə bu mesajlar insan münasibətlərində gizlənmiş həqiqətləri göstərən işarələr olacaq. Bəziləriniz isə həyat istiqaməti barədə düşünməyə başlayacaqsınız. Bu günlərdə həyatınızın müxtəlif sahələrində baş verən hadisələr sizə bir şeyi xatırladacaq. Sizin elə bir ki, deyərdim ki, daxili səsiniz sizi doğru istiqamətə apara biləcək. Yəni, siz bəzi insanlara güvəniniz itmiş artıq. Arxa planda qalmayacaqsınız. Düzdür, əngəlləriniz var, rəqibləriniz var, ailə içində küskünlüklər var. Amma rəsmi bir yerdə bir anlaşma edə biləcəksiniz. Sizi çətinliyə salan, sizdən vaxtıkən istifadə etmək istəyənlər, artıq onların hamısını gördün. Çoxunu əleydən keçirdin. Elə bir torpaq sahəsidir. Bəlkə də atadan, anadan qalmış, babadan qalmış bir torpaq sahəsidir. Bir yerdə o satıla bilər. Düzənli gəlirin ola biləcək, təsadüfi qarşılaşmalar ola biləcək, birinə məsləhət verə bilərsən, məhkəmənin varsa uzun çəkmişdirsə həll oluna biləcək, ürəyindən keçən bir səs var. Çox şeyi qəbul etdin, içində acılar da oldu, acılarını da bağladın. Amma macaraya doğru bir fürsətlərin ola biləcək, maddiyyatla hərəkətlənmən ola biləcək. Tək deyilsən, qarşı tərəfin duyğuları da doğru olub olmadığını biləcəksən. Əmək verdiyin, amma zamandır, qorxduğun bəzi məsələlər oldu. Bəzi şeylərdən vaz keçdin, uzaqdan gələnin ola biləcək. Hətta bəzilərinizin məhkəmə haqqında müjdəli xəbər alacaqsınız, huzursuzluqları geridə qoyursunuz, keçmişdə qoyursunuz, başqasının da yükünü çox çəkdiniz, heç kimə artıq səbrin qalmamış, sevdiyin insan sizi düşünür, iş təklifi gələcək, bir sevinç yaşayacaqsınız. Çox insandan deyirsiniz, fayda görmədim. Elə bir sevgi həyatına bağlayıb bir yerdən də başqa bir sevgiyə başlanğıc edə bilərsiniz. Qazanclarınıza bağlısınız. Zihnin biraz qarmaqarışıqdır. Çalışın əziz xərçəng bürcündə olanlar. Fetih surəsini, bir də Saf surəsini ya oxuyun, ya oxutdurun. Çox sizə gözəl gələcək xərçəng bürcündə olanlar. İkili sevgi arasında bir ayrılıq vardı, o uzun çəkməyəcək. Ya oxumaqla, təhsillə, ya işlə yerində bir yer dəyişmə ola biləcək. Çox şeylərə səbr etdin, səbrin tükənmiş kimidir bu axır vaxtlar. Çox mücadilələr etdin, qərarsız qaldın bəzi işlərdə. Bu günlərdə siz xərçənglər üçün düşüncəli, biraz da müşahidəçi olacaqsınız. Bəzi anlarda özünüzü biraz tənhalığa çəkmiş kimi hiss edəcəksiniz. Amma bu tənhalıq mənfi deyil əzizim. Əksinə bu dövr daxili dünyanızla ünsiyyət qurmaq üçün çox yaxşı bir vaxtdır. Bəzən insanların həyatında elə anlar olur ki, sanki dayanmalı, hər şeyi kənardan baxmalı olursan. Bu günlər də siz xərçənglər üçün məhz belə bir enerji daşıya bilərsiniz bu həftə içində. Əgər son zamanlarda qərarsızlıq yaşamısınızsa, bu günlərdə bəzi sualların cavabını tapacaqsınız. Ailə içində çox ailəyə bağlı bürclərdənsiniz. Ailə ilə bağlı mövzular ön plana çıxır. Ailə üzvlərindən biri ilə daha da dərin bir söhbət edəcəksən. Uzun müddətdir danışılmayan məsələlər gündəmə gələ biləcək. Bəzən emosional olursan, amma nəticədə münasibətlərin daha da sağlam olmasına bu sənin üçün çox gözəl yol açır, kömək edir əzizim. Eyni zamanda bəzi xərçənglər ailə daxilində qərar vermək məcburiyyətində qalacaq bir məsələnə.
Ağlınızla artıq qərar verəcəksiniz, emosiyalarınızla yox əzizim. Bəzi xərçənglərin başqalarının problemlərinin öz üzərinə çox götürdüm vaxtı ikən, bayaq da vurğuladım. Başqaları üçün özünüzü çox yordunuz. Bu günlərdə öz emosional sərhədlərinizi qorumaq vacib olacaq bax bu həftə. Qohumlardan ya uzun müddətdir görüşmədiyiniz insanlardan xəbər alacaqsınız. Bəzən həyat belə sürpriz ilə görüşdürə bilər sizi. Qohumlarla bağlı bir mövzu yenidən gündəmə gələ bilər. Keçmişdə qalmış bir məsələ ya yarımçıq qalan bir plan ola biləcək. Qohumlar arasında bir anlaşmamazlıq varsa da bu günlər barışmaq üçün yaxşı bir həftə olacaq bəziləriniz üçün. Yəni barışa da bilərsiniz. Yəni bu günlərdə dost çevrəndə bəzi dəyişikliklər hiss edəcəksən əziz xərçəng. Bəzən insan həyatında elə olur ki, kimə güvənəcəyini aydın görməyə başlayır. Bu dövrdə bəziləri üçün belə bir aydınlıq yarana biləcək. Bir dostunuzun davranışı sizi düşündürəcək. Bu, o dəqiqədə mənfi bir hadisə sayılmır əzizim. Sadəcə olaraq insanların həqiqi niyyətlərini daha yaxşı anlamağa başlamısan. Köhnə bir dostunla da əlaqəli yeni bir münasibət qura bilərsiniz. Yenidən dostlaşa bilərsiniz. Bəzən keçmişdən gələn insanlar insanın həyatında yeni bir mərhələnin başlanğıcını da göstərə bilir. Əziz xərçəng, adətən sən seçici olursan. Sosial çevrəyə də çox bağlanırsınız. Bu günlərdə yeni insanlarla tanışdığınız ehtimalı çıxır əzizim. Tanışlıqlardan biri gələcəkdə sizin üçün faydalı ola biləcək. Bax, yeni bir tanışdığın. Bu insan sizə yeni ideyalar verə biləcək ya da həyatınızla fərqli bir baxış gətirə biləcək. Amma diqqətli olmalısan. Mütləq ki, diqqət... Yəni, niyə görə diqqətli? Hər bir tanışlıq etibarlı ola bilməz. Hər bir tanışlıq səni doğru yola çəkə bilməz, əzizim. Gözəl düşüncələrim var. İş mühitində dəyişikliklər edəcəksən. Yeni bir plan qurmaq istəyəcəksən. Bəzən insanın qarşısına gələn imkanlar ilk baxışda çox cazibədar görünür. Amma hər fürsət həqiqətən faydalı olmaya bilər. Düzdür, təkliflər gəlir. O təkliflər içində seçim edəcəksən. Yəni, hansını qəbul edim, hansını yox. Daxili çalış ki, səsinə çox qulaq as ki, yəni başqalarına qulaq asınca. Bu günlərdə siz xərçənglərdə qəribə bir təsadüflər ola biləcək. Birdən-birə köhnə bir insanı xatırlayacaqsan. Qısa müddət sonra ondan xəbər gələ bilər və ya uzun müddət düşündüyün bir məsələ ilə bağlı gözlənilməz bir işarə görə bilərsən. Yəni, bu da o deməkdir ki, sənin enerjində artıq dəyişikliklər gedir, əzizim. Yəni ki, artıq bəzi dəyişikliklər gedir sizdə. Bu günlərdə elə bir hər eşitdiyinə, əzizim, çalış o dəqiqə cavab vermə. Yəni, öz taleyin haqqında da bax, çox düşünəcəksən, əzizim. Bəzən susmaq insanı qoruyur, güclü addımlara səbəb olur sənin üçün. Şəxsi planlarınızı hər kəsə bu həftə paylaşma, ürəyini açma, danışma, yuxularınıza fikir verin. Su elementi olduğunuza görə enerjinizin dəyişikliklərini daha da güclü hiss edə biləcəksiniz. Bax, əzizim, çalış, bax, düzdür, çox gözəl şanslarınız olacaq, çox gözəl şanslar gələcək. Bəzi mesajlar da həyatınıza gələ bilər. Dərhal anlamaya da bilərsən bu mesajlardan. Bax, bu günlərdə diqqətlə baxmalısan. Həyatın sizə verdiyi kiçik bir işarələri görə biləcəksən, əzizim. Bəzən bir söhbət, bir görüş ya bir fikir insanın gələcəyinə böyük dəyişikliklər səbəb edə bilər. Çoxunuz elə bir nəyisə gözləntidəsiniz, gözləyirsiniz. Xəyal qurulduğun məsələlər oldu, yorğunsunuz, hər şərdə bir xeyir var. Səbirli olun, çalışın. Yəni, həyat yağla bal kimi getmir bəzən də. Çünki bax, çox bəzən qarma-qarışıqlıqlarınız, yəni qohumdan, sənin qan qohumun belə səni bəzən anlamır, tərs anlayırlar, anlaşmamazlıqlar olur. Bəzi işlərin tərs getmiş,
önüne görə bilmədiklərin oldu. Borcun varsa borcunu ödəyəcəksən, haqqını alacaqsan. Bəzi işlər, gözəl işlər qarşına çıxacaq əzizim. Hüquqi məsələlərlə məşğul ola biləcəksiniz. Güvənin bəzi çox insanlara qırılmış, keçmişdə biriləri doğru yol çəkəcək sənin üçün. Evin içində nəyisə itirmişsiniz, axtarırsınız. Bəlkə də əşyanızdır, bəlkə də sizə aid olan bir şeydir. Tapacaqsınız əzizim. Ümidini itirdiklərim var. Bolluk, bərəkətlik sizinlə olacaq əzizim. Çox qismətli olacaqsınız. Keçmişlə əlaqəli bir niyyətin var, elə bir yeni hədəfə addım atırsan. Şübhələr var, bəzən şübhəçi olursan. Gizli olan məsələlər, söylənməyən məsələlər söylənə biləcək. Sən susduqca öz sevdiklərinə zərər verə bilərsən. Elə bir məsələ var ki, ona susmusan, danışa bilmirsən. Çox şey ortaya çıxaracaqsan. İçində böyümüş bəzi məsələlər var. Anidən əsəbləşib ağzından bəzi kəlmələr tökülə bilər, bəzi sözləri çıxara bilərsiniz. Yəni, doğru bir qərar verəcəksiniz, yanlış qərar verməyəcəksiniz. Ürəyinin səsini dinləyin, uzaqdan gələn bir xəbərin ola biləcək. Bir kağıza imza mı attıracaqlar, ya imza atmaq lazım olacaq, diqqətli olun. Nəyə imza attığınıza oxuyun, baxın əzizim. Yəni, mən deyərdim, bu imzaya imza atmayın, sonra peşman olarsınız. Amma yenə də oxuyun, baxın nədir. Zamin sizi durmağına və ya ortaqlıq işlərindən biraz kənar olun bu həftə. Gözlərini dörd aç bu həftə. Yəni, hər bir şey gec olmasın. Bir boşanma söhbəti gedir. İki ailə arasında ya iki sevgililər ayrılmaq istəyirlər, vaz keçəcəksiniz bundan, yəni ayrılma olmayacaq. Birilərinin məhkəməsi geri biraz çəkilə bilər. Bax, ilahidən qorunursunuz. Bax, bayramda elə bir rayona bir səyahətə ailəlikcə və ya sevdiyin insanla rayona gedə bilərsiniz. Orada biraz əsəb keçirə bilərsiniz. Rayondan gələndən sonra biraz işləriniz tərsə gedə bilər. Nəzərlənəcəksiniz. 2 nəfərindən əlindən çox pis nəzər eləyəcəksiniz. Yəni, bəxtəvərçilik kimi verəcəklər. Çox halal zəhmətlə, çox belə halalın arxasınca çox gedirsən əzizim. Bəziləriniz maddi, mənəvi hələ də sıxıntılarınız var. Bəziniz üçün elə bir zaman qaçır. Dimdik ayaq üstə durduğunuza siz üçün elə bir sizə həsrət aparanlar var əzizim siz üçün. İş mühitində dəyişikliklər edəcəksən, onun barədə düşünürsən. Yeni planlar quracaqsan, yəni bəziləri səni təsdiqləyəcək. Amma bu həftə diqqətli olmağın çox vacibdir. Yeni biri ilə tanış olaraq o dəqiqə ona etibar etmə. Düzdür, çox insansınız, yəni diqqətli insansınız. Seçicisiniz biraz. Bir dostunla aranda inciklik ola biləcək. Anidən övladınla. Bax, bəzi işlərin var ki, o qədər yavaş gedir. Bəlkə də inşaat işləridir. Bəlkə də öz işlərindir. Bəlkə də tikintindir. Bəlkə də özün üçün bir biznes, ticarət qurursan. Bəlkə də yeni bir tikinti edirsən. Çox ağır gedir işiniz. Elə bir çətinliklərlə gedir. Amma gedə-gedə tezləşəcək işləriniz. Narahat olmayın. Biraz maddiyata görə bəzi işlərinizi qabağa apara bilmirsiniz. Düşməniniz var. Düşməniniz arxanızda gizlənmiş, güclü düşməniniz var. 2 kişi bir qadındır əzizim. Sizi yıxmaq istəyir. Sizi irəliyə getməyə imkan vermir əzizim. Övladınla əlaqəli biraz əsəb keçirə bilərsən və ya onun sınağına, məktəbinə çox narahatsan, ola bilər, bəlkə də sınağından az yığmış, ona biraz əsəbləşə bilərsiniz. Amma bəziləriniz övladınızla fəxr duyaraq sevinəcəksiniz. Övladının yəni sınaqdan yaxşı balla yazdığına sevinəcəksiniz əzizim. Biraz bir məsələ var, elə bir ona görə biraz içinizdə qorxu var. Amma siz xərçənglər qorxan deyilsiniz. Həmişə hər şeyin üzünə qarşı çıxırsınız. Yəni, üz-üzə çıxan insansınız. Geridə qalan bir insan deyilsiniz. Ola bilər, ya qohumunuzdur, ya yaxınınızdır. Bir də ki, qurbanlığım var əzizim. Çalışın bu qurbanlığı kəsin. Ona görə hər işləriniz çox çətinliklərlə gedir. Ruzu bərəkətinə əlinizə gələrək sevinəcəksiniz. Biraz işlərinizdə bataqlıq kimi bəzi şeylər var. Yəni, çətinliklər var. Ondan da yavaş-yavaş çıxmağa başlayacaqsınız. Narahat olmayın. Diqqətinizə görə var olun. Sağ olun.